Salam, hərflərlə davam edirik. Növbəti hərflərimiz F, Ş, Ş. Напишите, yazın. Слова, где есть буква F. F hərfi olan sözləri. Fason, fakt, futbol, буфет, кофе, салфетка, фуражка, фирма. Слова, где есть буква Ш. Ş hərfi olan sözlər. Şuba, şapka, şarf, şkaf, шаг, шина, машина, мешок. Слова, где есть буква Ш. Прощай, щука, товарищ, пещера, площадка, овощи, еще. Твердый знак, мягкий знак. Напишите, yazın. Əlbəttə ki, yazırsınız indi bunları. Slova, где есть bukva, tвердый знак. Tвердый знак hərfi olan sözləri seçib yazırıq. Съесть, подъехать, отъехать, объемный, съездить, въехать, подъемник. Bu arada hərflərin, qaydaların izahı ümumi dərs videolarında var. Yəni oradan geniş şəkildə məlumat ala bilərsiniz. Burada isə sırf yazını görməyiniz üçündür, hərfləri necə yazıldığını görməyiniz üçündür bu videolar. Slova, где есть bukva I. I hərfi olan sözlər. Bildiyiniz I necə tələffüz olunursa, bu da o cür tələffüz olunur. Şube, parti, şarı, классы, рыбы, машины, животные, мыши. Слова, где есть буква мягкий знак. Mягкий знак hərfi olan sözlər. Təbii ki, mягкий знак incəldəcək. Özündən əvvəlki hərfi. Karamel, корабль, тетрадь, дверь, медведь, конь, лошадь. Составьте из слов предложение и запишите. Sözlərdən cümlələr düzəldin və yazın. Медведь поймал большую рыбу. Ayı böyük balıq tuttu. Маленький слоненок съел все овощи. Balaca fil balası bütün tərəvəzləri yedi. У реки стоял красивый олень. Çayın yanında qəşəng maral dayanmışdı. Və ya demək olar ki, qəşəng maral çayın yanında dayanmışdı. Красивый олень стоял у реки. Школьный автобус подъехал к зоопарку. Məktəb avtobusu zooparka yaxınlaşdı. Ya da к зоопарку подъехал школьный автобус. Zooparka məktəb avtobusu yaxınlaşdı. İki versiyada düzgündür. Əsas onu səliqəli və düzgün yazmağa çalışın. Ю, Я hərfləri. Напишите слова, где есть буква hərfi olan sözlər. Энергия, экран, это, экзамен, эфир, экономист, эксперимент, экспорт. Слова, где есть буква Ю. Ю hərfi olan sözlər. Утюг, индюк, любовь, верблюд, интервью, брюки, валюта, парфюм. Слова, где есть буква Я. Я hərfi olan sözlər. Яйцо, мяч, имя, фамилия, дятел, обезьяна, знамя, ряд. Составьте слов предложения и запишите. Дети поднялись по эскалатору. Uşaqlar эскалаторdan qalxdılar. Во дворе гулял большой индюк. Həyətdə böyük hinduşka gəzirdi. Bayaqki kimi bunu da yerində yaşa bilərik. Məsələn, большой индюк гулял
Во dvoре. Böyük hinduşka həyətdə gəzirdi. На яблоне много спелых яблок. Alma ağacında çoxlu yetişmiş almalar var. Летом я часто ем эскимо. Yayda mən tez-tez eskimo yeyirəm. В январе очень холодно и морозно. Yanvarda çox soyuq və şaxtalıdır. Şərt deyil çoxlu müxtəlif tapşırıqlar işləyəsiniz. Elə bu yazı tapşırıqlarını hərəsini bir neçə dəfə təkrar yazsanız, əliniz yazmağa öyrəşər. Hərflər yadınızdan çıxmaz. Ona görə də işləyin, özünüzə biraz əziyyət verin. Tapşırıqları yazıb bitirdikdən sonra rəy yazmağı unutmuruq. Yorulmayasınız.